Daha çox insanlar mala, mülkə yatırım eləməyi sevirlər. Onlara deyəndə ki, vaxtilə məsəl üçün 10 il qabaq hər hansı bir Azərbaycanda belə deyək də pulu olan adamlara, investorlara bunu təklif eləsəydin ki, məsəl üçün bu günlərim biz mobil tətbiq yaradacağıq. Həmin mobil tətbiq illər sonra sənə milyonlarla dollar pul gətirəcək, bazar dəyəri olacaq. Heç kim buna inanmazdı. Bax, vəziyyət belədir. Bilirsiniz, bəzən sən qapıları döyürsən, qapıların hamısı boşa çıxır. Bu, bilirsiniz nəyə bənzəyir? Deyir ki, sən 20 yaşın olanda sənin bir qızdan xoşun gəlir. Qız sənə baxır, görür ki, deyir ki, baxırsan, deyir ki, sənin heç nəyin yoxdur, evin yoxdur, pulun yoxdur, işin yoxdur. Sənin sadəcə xəyalların var. Amma üstündən illər keçir, sən inkişaf eləmirsən, dayanmamısan, artıq hərəkət eləmirsən, böyümüsən. Sənin o yaratdığın o partlayış böyük bir rezonansa səbəb olur. Və həmin o rezonans gedir o insanlara da təsir və onlar hər kəs sənin səsvi, sədavı duymağa başlayırlar və gəlirdi ki, mən inanırdım da sənə. Bax, bəzən ətrafımızdakı o investisiya mühitinin gəlməsi də buna bənzəyir ki, onlar çox gec zamanda gəlirlər. Ondan sonra deyirsən ki, okey olan. Artıq mən bu yola gəlmişəm də, yəni.